Sabahtan gördüm ki Küçük Hanımdan pul istesin. Yani ben ilk defa da böyle bir şey görürüm. Sevgili ve zengin, ne kadar pul attırabilirsən eyni məbləği mən sənə verirəm. Sevgilim var. Var ha, bir həftəyə birimiz tam olur. Ay maşallah. Səncə bu dəqiqə borc pul istəsən nə qədər pul atar sənə? Azı 100 manat var da, o qədər şey eləməm, mən 100 manata. İnşallah tək atsın. Bəs səhifəni izləyirsən? İzləmə. Qarşıya çıxmışam. Çıxdım ha, videoları görürüm. Əgər videomu izləyinlə səhifəni izləsəydin, yerinizə 100 manat qazanacaqdın. Bilirdin bunu? Yox. Buna çox adam inanmır, ona görə də mütləq siz də izləyin, siz də izləyin. Nə edirsən ürəyim? Heç nə həyatım, sən nə edirsən? Heç nə şəhərdəyim. Səndən söz soruşacağam. Aha, buyur. Mənə 100 manat pul lazımdır bu dəqiqə. Vəziyyət o deyil də. Necə yəni vəziyyət o deyil. Çox təcili lazımdır 100 manat. Sən təcili 100 manat lazımdır və sən aklına gələn ilk mən oldum. Yəni sevgilim olaraq sən olmadın da ha. Sabahtan gördüm ki Küçük Hanımdan pul istesin. Yani ben ilk defa da böyle bir şey görürüm. Şuraya yarasın hareket değil bence. Ben sen sevgilinle bu kadar dostlarım var. Ne oldu dar gününde sana pul lazım onda olan hiç biri yoktu indi. Mənim ağlıma birinci sən gəldin. Dedim yəqin sən atarsan da. Çünki o qədər yerlərdə oturmuşuq, hədiyyələr almışam sana bahalı. Biləməli olduğun şeyləri benim başıma vurursan indi onları. Başa vurmuram. İndi vəziyyət pisdir də. Yəni 100 manat nə puldur ki? Sen beni gezmeye de parmağılsan ben ehtiyalar da olmuşum. Sen boynluğun Mən zaten onları eləyirəm. Dar günündə bir dənə ağız açsın ki, mənə 100 manat pul lazımdır. Belə böyük məbləğ deyil ki 100 manat. Ne demek sen vakit benden? Sen kişi boyu bir yere sokun ki sen pul istiyorsun. Sen bir tane dostun yoktu ki yığıp dolaşasan ki ben 100 manat borç atabilirsin. Sen kıza yürürsen ki ben de pula. Sen. Bir sənin nə var? Yəni məncə heç başqa söhbətə ehtiyac yox. Ay sen şükür et ki ben senin pula belə baxmışam. Pul olmasa baxılacaq bir fikrim belə yoktu. Heç nə, hələlik. Yani